uzaklaştır bizi buradan. Uzaklaştır bizi buradan. Uzaklaştır bizi buradan. Bakının Suraxanı rayonu Qaraçur qəsəbəsində yerləşən 104 saylı məktəbdə hicab problemi yaşanıb. Azad Xəbər Azın məlumatına görə, sözügedən məktəbin direktoru Kərəm Mehdiyev Xəccə Hacıyeva adlı şagirdi hicabla dərsə buraxmayıb. Direktorun sözlərinə görə, Təhsil Nazirliyinin rəsmisi Əhliyyət adı Gözəlovun göstərişi əsasında hicablı şagirdlərin məktəbə gəlişinə qadağa qoyulub. Bu barədə Xəccə Hacıyevanın valideyni Amil Hacıyev bildirir. Əgər mənim övladımın oxuma hüququ bərpa olunmasa, yazılı surətdə biz məhkəməyə müraciət edəcəyik. Prezidentin Rusiyalı jurnalistə verdiyi müsahibədə açıq-aydın deyilir ki, bizim hicabla barə heç bir problemimiz yoxdur. Bunlar ona heç bir məhəl qoymur. İzahı da budur ki, prezident onu məktəbə nəzərdə tutmur. Oradan nəzər bildirilmir ki, yəni bu məktəbə aid deyil, hara küçəyə aiddir. Bunlar o nəzəri necə əldə edirlər, aydın deyil. Hətta burada zavod uşaq başından çəkib hicabını çıxartmışlar. Lakin direktorun sözü ilə adını çəkdiyi şəxsin dedikləri üst-üstə düşməyib. Valideyn özü Əhliyyət adı Gözəlovla əlaqə saxlayıb və ona deyilib ki, belə bir qadağa göstərişi verilməyib. Əhliyyət bəy Azad Xəbər Azı açıqlamasında hicab qadağası ilə bağlı heç bir məktəb direktorlarına tapşırıq vermədiyini dilə gətirdi. Məsələ ilə bağlı məktəb direktoru Mehdiyev Kərəmin özündən münasibət öyrənmək istədik. Ortaya çıxan görüntülər isə belə oldu. Siz kim bıraktı kardeş içeri? Gel gelin. Abi gelin. Hansılarla görə biz uzaqlaşdırırsınız burada? Kameraya durmayın. Kameraya durmayın. İcazə kameraya durmayın. Nəyə görə biz uzaqlaşdırırsınız burada? Müəllim, əsaslandırın, biz də bilək də, biz Müəllim, sizə dedim, amma mən hüququ nəyə görə uzaqlaşdırırsınız bizi buradan? Ardınca məktəbin müəllimlərindən biri çəkilişə maneə yaratmaq üçün oradakı mühafizəçiyə müvafiq tapşırıq verdi. Tapşırıq əsasında mühafizəçinin təzyiqindən sonra məktəbin həyətindən zorla qovulduq. Müəllim mediyayıq, biz bizi niyə buraxmırlar ki? Zorla qovulduq. Müəllim mediyayıq, biz bizi niyə buraxmırlar ki? Müəllim mediyayıq, biz bizi niyə buraxmırlar ki? Zəhmət Yo, biz olsun, mediyayıq, tabii. Zəhmət olsun. Yox, bunların içində. Qardaş, zəhmət olmasa Tanırız qardaşım. Qardaş, zəhmət olmasa çıxır. Uşağı məktəbə qoymuyor. Bu mənim başım yağdır. Mənim çıxır. Nəyə görə buraxmırsınız da? Nəyə görə buraxmırsınız? Müdür tərəfindən göstəriş verilir. Sıx söylədə, mənə söylədə. Yox, müdürün yanına deyiblər. Qardaş, yox, zəhmət olmasa çıxır. Mənə icazə vermirlər ki, mən sənə buraxım. Hansı səlahiyyət? Mənə qardaş, icazə versinlər, mən Yox, sənə buraxım. sənin icazə qanunu ayağını qoydun qapıda. Valideynin danışıqlarına baxmayaraq, nə hicab problemi həll olundu, nə də ki, məktəb direktorundan münasibət öyrənə bildik. 2012-ci ildə Kərəm Mehdiyevin adı rüşvət məsələsində hallanıb.
onun dərs bölgüsü və cədvəlin tutulmasına görə müəllimlərdən rüşvət aldığı bildirilir. Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş Ümumi Təhsil Məktəbinin nümunəvi nizamnaməsinə əsasən ümumi təhsil məktəblərində təhsil alanların geyim forması hər bir məktəbin öz nizamnaməsi ilə müəyyən olunur. Buna uyğun olaraq həmin prosesə nəzarət də məktəbin özü tərəfindən həyata keçirilir.